Bismillahirrahmanirrahim. İmam Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vesselam Nəhcül Bəlağa kitabında 130-cu xütbədə, xütbənin bir hissəsində belə buyurur. Buyurur ki, əgər bir bəndə imanla yaşayır, təqvala yaşayırsa, Allah Taala'nın əmrlərinə, nəhiylərinə əməl edirsə, riayət edirsə, buna rəğmən göylərin və yerin bərəkət qapıları onun üzünə bağlanırsa və nəticədə bəndə yenə təqvalı olursa, Allah qapıları üzünə açacaq. Yəni, bəzən Allah Taala insanı sınağa çəkir və bu sınaq məhz insanın dözümlülüyünü çoxaltmaq, insanı daha da kamilləşdirmək üçündür. Bəndə elə bilir ki, Allahın məndən xoşu gəlmir. Bəndə elə bilir ki, Allahın mənimlə şəxsi qərəzliyi var. Bir bəndə təsəvvür edin, imanı yerində, təqvası yerində, amma dua edir, qəbul olunmur. Problemləri çoxdur, müşkülləri çoxdur. Bu bəndə yenə də şərəfli yaşayışdan, ləyaqətli yaşayışdan, təqvalı yaşayışdan əl çəkmir. Əgər özünü sübut edə bilsə, problemlər şiddətlənsə belə təqvasını qoruya bilsə, o zaman Allah Taala ona çıxış yolunu göstərəcək. Nicat yolunu, xilas yolunu üzünə o qapını açacaq. Təsəvvür edin, bir bəndədir, təqvalıdır, imanlıdır. Elə bilir ki, Allaha görə imanlıyam. Elə bilir, xalis ilahi əmrləri yerinə yetirmək niyyəti ilə bu əməlləri edirəm. Və bu zaman sınaq gəlir, imtihan çıxır meydana. Allah Taala onu sınağa çəkir ki, onun özünü özünə göstərsin. Namazı yerində, orucu yerində, insanlarla münasibəti gözəl, zülm etmir, kiminsə haqqına girmir. Hamıya qarşı səxavətlidir. 5 gün sonra görürsən, bir müşkül iş çıxır qarşıya, bir çətinliyi olur və hər nə etsə də çətinlik yaradan qalxmır. Dua edir, qəbul olunmur. 1 ay, 2 ay, 1 il, 2 il. Bir də görürsən, bu bəndə başladı ibadətlərində süstlüyə. Namazlar qəzaya gedir. Oruclar bir gün tutur, bir gün tutmur. İnsanlara qarşı kobudlaşır. Əl tutduğu yoxsullara əl tutmur. Acıqlıdır, kobuddur. Allah mənə nə edir ki, mən onun bəndələrinə nə edim? Bu əhval-ruhiyyə ilə yaşayır. Və bu zaman özünə özü aydın olur ki, mən Allaha görə etmirmişəm. Mən ona görə Allahın sözlərinə qulaq asırmışam ki, Allah mənimlə yaxşı rəftar edir. Ona görə Allahın bəndələrinə səxavət göstərirmişəm ki, imkanım yaxşıymış. Əgər imkanım pisdirsə, səxavət yoxdur. Əgər Allah mənim qarşıma müşkül çıxarıbsa, namaz qılmayacam. Əgər bəndələr mənə nankorluq etdilərsə, daha heç kəslə xoş rəftar etməyəcəm. Məlum olur ki, bu insanın ibadəti də, təqvası da, dini də, imanı da xoş günlər niyyəti ilə imiş. Rifah olarsa mən yaxşı adam olacam. Allah deyib deyə yox, rifah varsa yaxşı adam olacam. Amma Həzrəti İbrahim əleyhissalam kimi şəxslərin Quran-ı Kərimdə şüarları diqqət mərkəzində qalarsa, biz anlayarıq insan nə qədər əzəmətlidir. İbrahim əleyhissalam və bizim Peyğəmbərimiz haqqında da başqa ayələrdə keçir. Onların dilindən Allah Teala buyurur, qul innə salati. De ki, mənim namazım heç şübhəsiz ifadəsi var. Yəni, mən zarafat etmirəm, ötəri söz demirəm, həqiqətən beləyəm, həqiqətən belə yaşayıram. İnnə salati, mənim namazım və nusuki,
mənim ibadətlərim, digər ibadətlərim, və məhyəyə, mənim həyatım, yaşayışım, və məməti və mənim ölümüm lillahi rabbil aləmin. Məhz aləmlərin Rəbbi olan Allah üçündür. Rifah üçün deyil, xoş günlər üçün deyil, ictimai nüfuz üçün deyil, hörmət izzət üçün deyil, rahatlığım üçün deyil, sağlamlığım üçün deyil. Baxın, bu Əli əleyhissalamın bu kəlamının təzahürüdür. Buyurur, əgər kimsə yaxşı adam olduğu halda işləri pis gedirsə və o yenə yaxşı adam olmağa davam edirsə, məhz o zaman Allah Taala nicat qapılarını onun üzünə açacaq. İndi bu nicat qapısı ola bilər onun problemlərinin dünyadakı həll olsun. Ola bilər onun huzur verilməsi olsun, ona aramlıq verilməsi olsun. Yəni, bütün müşküllər ətrafındadır, amma Allah Taala ona elə bir qəlb verir, elə bir ürək verir, elə bir dərya ürəkli olur ki, müşküllər onu sındıra bilmir. Problemlərin ən son nöqtəsində belə Allaha bəndəlik onun tərk etmir. Həzrəti İmam Hüseyin əleyhissalam ən çətin durumlarda belə Allah Taala ilə münacatından, Allaha sevgisindən, bu Aşura hadisəsini Allahın əməli olaraq bəyənməsindən razılığını bildirir, izahını bildirir, izharını bildirir. Qarşı tərəf cinayət törədir. Cinayətdən də çıxış yolu yoxdur. İnsana bir təzyiq olanda təsəvvür, təfəkkür belə olur. Qarşı tərəf sənə zülm edir. Sən zalıma qarşı mübarizə aparırsan, amma alınmır. Avtomatik təsəvvürün, fikrin, xəyalın yönəlir Allah Taalaya tərəf ki, məhz sən bu işi yoluna qoya bilərsən, başqa çarə yoxdur. Orada artıq bu halda, bu məqamda iki təsəvvür yaranır. Biri cahillərin təsəvvürüdür. Ay Allah, sən edə bilərsən, niyə etmirsən, niyə dünyadakı zülümlərin qarşısını almırsan, niyə zalimləri cəzalandırmırsan və s. və ilə axır. Bir də var, ağıllı təfəkkür. Deyir, ilahi, sən bir hikmət bilirsən ki, bu işlərə göz yumursan və mən sənin bütün hikmətlərindən razıyam. Məhz bu zaman dünyada nə problem olur olsun, insan ilahiləşir və dünyanın problemləri onun dərya qəlbində həzm olur. Problemləri Allah istədiyi vaxt həll edə bilər. Allah həll etmirsə bir səbəbi var, həll etmir. Allah məsələləri yoluna qoymursa bir hikməti var. Amma mən bir bəndə olaraq əlimdən gələn məsuliyyəti yerinə yetirib, sonra Allaha təvəkkül etməliyəm və baxmalıyam ruhuma. Mənim ruhum Allah Taala ilə münasibəti dəyişib ya dəyişməyib. Odur ki, Əli əleyhissalam buyurur, bir bəndə yaxşılıq etdiyinə rəğmən, yenə də problemləri varsa və o yenə yaxşı adamdırsa, Allah ona xilas yolunu göstərəcək. Necə ki, İbrahim əleyhissalam oda atdılar, buyurdu, mən Allaha görə yaşayıram, odda yanmamağa görə yox. Oğlunu kəsməyi əmr etdi Allah, dedi, mən Allaha görə yaşayıram, İsmail əleyhissalamın sevgisinə görə yox. Ona görə Xəlilur Rəhman oldu, Allahın sevimli dostu oldu. Allah bizə də bu məqamları nəsib etsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.